İlk sualımıza görürük ki, burada only işlənib və only'dan sonra a little, a few və some işlənir. Burada isə bizdə A, D variantları qalır və görürük ki, ismimiz cəmdədir. Ona görə a little atırıq, ondan sonra sayılmayan tək isimlər işlənir və cavabımız D variantı olur. 2-də isə baxırıq ki, burada money sözü işlənib, sayılmayandır və burada very var. Very'dən sonra deməli biz artiklsız olanlara istifadə etmirik. Burada many, much, few, little işlənir və ona görə A, D, C variantları qalır və görürük ki, ismimiz sayılmayandır. Ona görə many və few-nu atırıq. Onlardan sonra sayılan cəm gəlməlidir. D variantı doğru cavabımızdır. 3-də isə baxırıq. Burada variantlar əsasını tapmalıyıq. Information sözü sayılmayandır. Ona görə many-ni atırıq. Ondan sonra sayılan cəm gəlməlidir. A lot yalnız feillərdən işlənir. Burada a lot of olmalıydı. Information sayılmayan olduğu üçün biz onu artikldan işləyə bilmərik və a few-dan sonra isə sayılan cəm isim gəlməlidir. Ona görə bizim doğru cavabımız A variantıdır. 4-də isə baxırıq ki, görürük burada ismimiz sayılmayandır. Burada a few, many, few bunlardan sonra sayılan cəm isim gəlir və burada a lot of olmalıydı. Çünki a lot feillərdən işlənir, a lot of isə isimlərdir. Ona görə doğru cavabımız A variantıdır. Daha sonra isə 5-ə baxırıq. Görürük ki, burada deməli sayılmayan isimdən söhbət gedir. Ona görə a few, few, many bunlar gedir. Çünki onlardan sonra sayılan cəm gəlməlidir və burada only little olmaz, only a little şəklində olmalıydı, gedir və doğru cavabımız isə olur D variantı. 6-ya isə baxırıq ki, görürük burada yenə only işlənib. Deməli biz burada a few, a little və some tapmalıyıq. Görürük ki, 2 variantımız var. Görürük ki, ismimiz nədir? Cəmdədir. A little-dan sonra sayılmayan isimlər gəlir. Ona görə onu götürmürük və qalır Y variantı. 7-də isə baxırıq ki, ismimiz cəmdədir. Much'dır, very much'dır, a little'dır. Bunlardan sonra sayılmayan isim gəlir və bu a lot of olmalıydı. Çünki a lot feillərdən işlənir və doğru cavabımız olur B variantı. 8-də isə baxırıq ki, ismimiz sayılmayandır. Ona görə biz many, few, a few-nu atırıq. Doğru cavabımız A olur. D-də isə bu a lot of olmalıydı. Çünki a lot feillərdən işlənir, a lot of isə isimlərdən. Daha sonra isə 9-a baxırıq. 9-da isə görürük ki, burada ismimiz sayılmayandır. Burada few, a few, many bunlardan sonra sayılan cəm isim gəlməlidir. Doğru cavabımız Y-dir. D-də isə baxırıq ki, bu a lot of olmalıdır. Çünki a lot feillərlə işlənir. Yəni a lot of isə deməli isimlərdir. Onda isə baxırıq ki, burada deməli sayılmayan ismimiz var. Many, a few, few bunlardan sonra sayılan cəm isim gəlməlidir. A lot-dan sonra isə burada of işlənməlidir. Çünki a lot of isimlərdən işlənir, a lot isə feillərdən. Deməli doğru cavabımız A variantıdır. Daha sonra isə 11-ə baxırıq. Burada baxırıq ki, görürük ismimiz sayılmayandır. Ona görə much və little götürməliyik. 1, 4 A variantıdır. Çünki 2 və 3 deməli sayılan cəm isimlərdən işlənir. Daha sonra isə baxırıq ki, burada yenə sayılmayan isim var. Ona görə little və much sözlərini götürməliyik. Çünki 2 və 3-dən sonra isə sayılan cəm isim gəlməlidir. Doğru cavabımız isə Y variantıdır. Daha sonra 13-ə baxırıq. Görürük ki, burada ismimiz cəmdə işlənib. Ona görə deməli a little, much, too much bunlardan sonra sayılmayan isim gəlir. Doğru cavabımız B variantı olur. 7 isə a lot of olmalıdır. Çünki a lot of isimlərlə a lot isə feillərlə işlənir. 14-də isə baxırıq ki, yenə ismimiz cəmdədir. Much, a little, too much. Bunlar sayılmayanlardan işlənir. Doğru cavabımız A olur. C-də isə bu a lot of olmalıdır. Çünki a lot of isimlərlə a lot isə feillərdən işlənir. Daha sonra isə 15-ə baxırıq. Görürük ki, ismimiz cəmdədir. Deməli, many-ni götürə bilərik və a few-nu. Çünki bunlar sayılan cəmlə işlənir. 2, 3 isə sayılmayanlardan işlənir və doğru cavabımız A variantıdır. Daha sonra isə burada baxırıq ki, deməli, very little water düzdür. Çünki burada little-dan sonra sayılmayan işlənib, hər şey qaydasındadır. Deməli, 4-də də hər şey qaydasındadır və 5-də də. Burada 2-də görürük ki, a few sayılan cəmlə işlənməlidir. Burada sayılmayan verilib. Many sayılan cəmlə işlənir. Burada sayılmayan verilib. Səhvdir. 1, 4, 5. Deməli, A variantı qalır. 17-də isə baxırıq ki, burada 1-də hər şey qaydasındadır. Daha sonra 3-də də qaydasındadır. 5-də də qaydasındadır. Doğru cavabımız B olacaq. 2-də özündən sonra sayılan cəm gəlməlidir. Daha sonra isə 4-də də həmçinin sayılan cəm işlənməlidir və deməli B variantı doğru cavabımızdır.
18-də isə görürük ki, ondan sonra ya few işlənməlidir, ya da ki a little işlənməlidir və yaxud da ki some. Burada isə deməli bizim bildiklərimizdən yalnız B variantı var, o da elə doğru cavabımızdır. 19-da isə deməli baxırıq ki, burada the hotel wasn't very expensive, it didn't cost very. Burada yenə feil deməli verilib. Yəni burada baxırıq ki, ümumiyyətcə many feildən işlənmir, bunu atırıq. Və burada bildim ki, few də həmişə demək olar ki, yəni yalnız isimlə yəni işlənir. Və burada mənasına əsas baxmalıyıq. Deyir ki, otel deyir ki, çox bahalı deyil. Deyir ki, o deyir ki, yenə qiyməti yəni deyir ki, çox olmadı. Ona görə də nə olur burada? Match işlədirik. Yəni burada əsas tərcüməyə əsaslanır. 20-də isə baxırıq ki, yenə burada deməli tərcümə olacaq. Deyir ki, I couldn't buy that car. Mən o maşını ala bilmədim. Because it cost too. Deyir ki, çünki onun deyir ki, qiyməti deyil, çoxdur. Yəni ala bilməyibsə, deməli onun qiyməti çoxdur və burada çox deyən hansıdır? Ya manydir, ya da ki maşdır. Amma biz feillə deməli many işlədə bilmədiyimiz üçün nə olur? D variantı doğru cavabımızdır. 21-də isə burada baxırıq ki, nə işlənib? Deməli görürük ki, people ismi sayılan cəmdir. Match'ı və elot atırıq. Çünki elot of olmalıydı. Elot feildən işlənir. Match isə sayılmayanlardan işlənir. Deməli B, D, Y variantları qalır və burada görürük ki, information sayılmayandır. Burada an article var, an article var. Bunlara atırıq. Çünki sayılmayandan işlənmir. Y variantı isə bizim doğru cavabımızdır. Daha sonra isə baxırıq ki, buradan görürük ki, ismimiz cəmdədir. 1 və 3 deməli və həmçinin 2 də ola bilər. Amma 4 sayılmayanla işlənir. Deməli, burada isə baxırıq ki, deməli 22-də. Ümumiyyətcə, burada qrammatik cəhətdən uyğun gəlir. Amma burada 2 və 3-ün mənası nədir? Çoxdur. Deməli, biz ikisini yenə götürməliyik. Çünki ikisi bir-birinə bərabərdir deyə burada biri götürmüş. Həmçinin tərcüməsinə də baxa bilərik. Və variant cəhətdən də baxsaq ki, yenə görürük burada 1 nədir? Çox az deməkdir. 2 və 3 isə çox deməkdir. Yəni 1 bunları ziddiyyət təşkil edir, amma 2 və 3 isə bir-birinə daha yaxındır. Ona görə o ikisini götürməli. Tərcümədə isə deyir ki, I am sociable by nature. Mən deyir, təbiətən deyir, sosialam. That's why I have a lot of və ya very many friends and we meet quite often. Ona görə də mənim çoxlu dostum var və deyir ki, biz tez-tez görüşürük. Və ona görə bizim cavabımız C variantı olur. 23-də isə baxırıq ki, deməli burada tourist sözü nədir? Cəmdədir. Və burada məsələn 1 olar, 2 olar, deməli 3 olar, amma 4-dən sonra sayılmayan işlənir. 2 və 3 isə deməli bir-birinə yəni yaxındır. Çünki hər ikisi çox deməkdir. 2, 3 deməli biz Y variantını götürməliyik və 1 isə çox az deməkdir, amma 2 ilə 3 isə çox deməkdir. Yəni 1 onların məna cəhətdən ziddiyyət təşkil edir və məna cəhətdən də tərcüməsinə baxsaq deyir ki, this town is a very interesting place to visit. Deyir ki, bu şəhər qəsəbə deyir ki, ziyarət etmək üçün yəni deyir, çox maraqlı yerdir. That's why a lot of tourists və yaxud da ki, very many tourists come here. Deyir ki, ona görə də çoxlu turistlər bura gəlir. Və cavabımız 2, 3, Y variantı olur. 24-də isə baxırıq ki, burada ismimiz cəmdədir. Burada match olmaz, sayılmayan işlənməlidir. 3-də hər şey qaydasındadır, 5-də də qaydasındadır. Deməli, elitə sayılmayan işlənir, 4-də düzdür. Ona görə cavabımız 3, 4, 5. Deməli, D variantı olur. Daha sonra isə 25-ə baxırıq. 25-ə deməli görürük ki, ismimiz yenə cəmdədir. 2-də hər şey qaydasındadır. 4-də deməli elitdən sonra sayılmayan gəlməlidir. Bu çıxır. 1-də də hər şey qaydasındadır. 3-də də yenə sayılmayanla işləməlidir. 5-də də qaydasındadır. 1, 2, 5. Deməli 25-də B variantı doğrudur. 26-da isə deməli burada baxırıq ki, ismimiz sayılmayandır və burada many'dən sonra sayılan gəlməlidir. Daha sonra few-dən sonra sayılan gəlməlidir. Burada isə only işlənib. Burada ondan sonra few və ya few, a little və some işlənməlidir. Deməli little olmaz. Burada isə görürük ki, ismimiz sayılmayandır. Ona görə few-ni də çıxırıq və qalır burada nə? D variantı. Daha sonra isə 27-yə baxırıq. Burada görürük ki, ismimiz nədir? Sayılmayandır. Burada many, few, bunlardan sonra sayılan cəm gəlməlidir, çıxır.
deməli onlydan sonra a few, a little və yaxud da ki some müşəmməlidir. Ona görə little atırıq və görürük ki ismimiz sayılmayanda ona görə f-ni atırıq və qalır nə burada? Y variantı. Daha sonra isə 28-ə baxaq. 28-də isə görürük ki burada time işlənib. Və time işlənibsə burada deməli nədir? Sayılmayan işlənib. Burada görürük ki else-dan sonra isim gəlməz çıxır. Elotdan sonra deməli of olmalıydı. Çünki elot feildən işlənib. Burada gedir. Deməli hər iki seni saxlayaq və burada bu sayılmayan da burada menini atırıq və sodan sonra da isim gəlmir və deməli bizim doğru cavabımız C olur. Həmçinin burada baxırıq ki nə işlənib? Deməli enough plus isim və yaxud da ki burada deməli sifət plus enough. Yəni bu şəkildə olanda biz nəyə istifadə edə bilərik? Deməli enough-ı. Ona görə də bizim cavabımız C variantı olur. Daha sonra isə 29-a baxaq. Burada görürük ki maşından sonra sayılmayan gəlməkdə 1 çıxır. 2-də deməli hər şey qaydasındadır. 3-də ismimiz cəmlənməlidir. 4-də deməli hər şey qaydasındadır. 5-də də yenə deməli hər şey qaydasındadır. Deməli 2, 4, 5 B variantı bizim doğru cavabımızdır. 30-da isə burada maşından sonra sayılmayan gəlməlidir. Bu çıxır. Deməli 2-də hər şey qaydasındadır. 3-də ismimiz cəmlənməlidir. 4-də hər şey qaydasındadır. 5-də hər şey qaydasındadır. 2, 4, 5 D variantı bizim doğru cavabımızdır. Daha sonra isə 31-ə baxaq. Görürük ki burada sayılmayan isim işlənib və burada many, a few bunları atırıq. Çünki onlardan sonra sayılmayan cəm gəlməlidir. Burada isə deməli tərcüməyə baxırıq ki, deməli tərcümədə nədir? Burada ya deyəcək ki, bizim çox az işimiz var və yaxud da ki, çox işimiz var. Tərcüməyə baxsaq, we had work to do, so we had to ask somebody else to help us. İkinci tərəfdə deyir ki, ona görə də biz kimdənsə deyir ki, kömək üçün deyir, xahiş etməliydik bizə kömək etməsi üçün. Deməli, bunlar kömək istəyirlərsə, deməli, onların nədir? Çox işi var. Ona görə də bizim doğru cavabımız A variantı olacaq. Daha sonra isə 32-yə baxaq. Burada görürük ki, sayılmayan isim işlənib, f-ünü, menini atırıq. Daha sonra isə onlydan sonra a little, a few və some işlənməlidir. Burada deməli few-nu atırıq, menini də atırıq və yerdə qalır nə? D variantı. Daha sonra isə 33-ə baxırıq. Burada görürük ki, ismimiz nədir? Sayılmayandır. Ona görə biz burada few-nu atırıq. Və burada görürük ki, only a little olmalıdır. Ya only a little, only a few və yaxud da ki, only some işlənməlidir. Ona görə də bizim doğru cavabımız 1, 2, 5 B variantı olur. Daha sonra isə 34-də görürük ki, progress sözü sayılmayandır. Burada menini atırıq və çünki ondan sonra sayılan cəm gəlməlidir. Və burada only a little olar və yaxud da ki, only a few, only some bu şəkildə. Və yerdə qalır nə? 3, 4, 5 deməli C variantı doğru cavabımızdır. 35-də isə baxaraq ki, burada ismimiz nədir? Cəmdədir. Burada only a few olmalıydı artikellə. Deməli, maşından sonra isim gəlmir və burada baxırıq ki, A, B və C variantları olur. Burada isə baxa bilərik ki, many və a lot of burada eyni mənada verir. Çünki hər ikisi çox deməkdir. Ona görə B-ni və C-ni çıxa bilərik və qalır burada nə? A variantı. Mənasını isə baxsaq deyir ki, Jack trained little. Deyir ki, Jack azmış getdi. That's why very few people expected him to win. Deyir ki, ona görə də çox az insan onun qazanmasını gözlədi. 36-da isə baxırıq ki, burada görürük cookies isim işlənib və cəmdədir. Ən artikli var burada atırıq. Çünki əndən sonra tək gəlməlidir. Others və bunlardan sonra isim gəlmir və maçdan sonra sayılmayan isim gəldiyi üçün yerdə qalır nə? B variantı. Daha sonra isə 37-də görürük ki, burada nə var? They söz var. Deməli, others'dan sonra belə isim gəlmir. Maçdan sonra sayılmayan isim gəlməlidir, amma ismimiz cəmdədir. Əndən sonra isə tək isim gəlmədi, gedir və 37-də qalır nə? A variantı. 38-də isə baxırıq ki, burada ismimiz işlənib və cəmdədir. İşdən sonra sayılan tək gəlməlidir, gedir. 2-də hər şey qaydasındadır, 4-də də hər şey qaydasındadır, 3-də də həmçinin. Amma 5-də a lot of olmalıdır, çünki a lot feildən işlənir və yerdə nə qalır? 2, 3, 4 olur. Amma burada məsələ nədir? Burada biz the number of problems şəklində işlədə bilərik. Yəni, ismin cəmdə olmasında heç bir deməli problem yoxdur. Amma görürük ki, burada nədir? Xəbərimiz cəmdədir. Amma the number of isə xəbəri nə olur? Təkdə olur. A number of isə xəbər cəmdə işlənə bilər. 2, 3, C variantı olur. Daha sonra isə deməli baxaq 39-a. Görürük ki, burada ismimiz cəmdədir və həmçinin xəbərimiz də cəmdədir.
Görürük ki evirdən sonra tək isim gəlməlidir çıxır. Deməli 2-də hər şey qaydasındadır. 3-də də hər şey qaydasındadır. The number of isə deməli nə olur burada? Bundan xəbər tək olmalıdır. Ümumiyyətcə a number of sabit bir ifadədir. Bu bir növ bildim ki, a lot of-a bərabərdir. Yəni a lot of-dan sonra da əgər sayılan cəm isim işlənirdisə, deməli biz nə işlədirdik? Cəm xəbər götürməliyik. Amma yəni bu a number of indi bildim ki, sabitdir, dəyişmir. Amma the number of-da isə bizdə burada isim olanda, yəni yenə də biz bunun əvvəlki hissəsinə baxırıq ki, yəni bu təkdə olduğuna görə tək götürürük. Yəni tutalım ki, insanların sayı deyirəm. Bu nə olur? Sayı artıq bizə tək xəbər verir. Amma burada isə a number of, yəni a lot of-a bərabərdir, yəni çoxlu deməkdir. Yəni burada yazıldığı kimi bir növ yəni tərcümə olmur. 2, 3 götürürük. İşdən sonra isə tək isim gəlməlidir. Və burada nə olur? 2, 3 deməli 39-da Y bizim doğru cavabımızdır. 40-da isə baxırıq ki, ismimiz nədir? Cəmdədir. Burada deməli maçdan sonra tək isim gəlməli, sayılmayan isim gəlməlidir. Bu çıxır. A little-dan sonra da həmçinin 2, 3 Y variantı bizim doğru cavabımızdır. 41-də isə baxırıq ki, burada news programs, yəni burada nədir? Bu bir söz birləşməsi. Yəni burada birbaşa news olan hissəyə baxmamalıyıq. Çünki burada news nədir? Deməli bizdə bir növ isim olsa da təyin vəzifəsindədir. Yəni nə deyir burada? Xəbər proqramları. Biz burada yəni xəbər sözünə baxmırıq ki, ikinci hissəyə baxırıq. Proqramlar nədir? Cəmdədir. Deməli biz cəmlə işlənəni tapmalıyıq. 1 doğrudur. 2 sayılmayandan işlənməlidir. 4 düzdür. 3 səhvdir. Çünki sayılmayandan işlənir. 5 də düzdür. 1, 4, 5. Deməli Y variantı bizim doğru cavabımızdır. Sonra isə baxırıq ki, nəyə? 42-yə. Görürük ki, yenə burada nədir? Furniture shopsdur. Yəni, deməli, mebel mağazaları. Və burada mebel özü sayılmayandır, amma o nədir? Təyin vəzifəsidir. Yəni, biz ona baxmırıq. İkinci ismimizə baxmalıyıq. Deməli, burada nədir? 1 doğrudur. 2 sayılmayandan işlənməlidir. 3 də həmçinin 4, 5 bizim doğru cavabımızdır. 1, 4, 5 deməli B variantı olur. 43-də isə deyir ki, hansı deməli səhvdir. Burada homework sayılmayandır. Ona görə bu menüdən işlənə bilməz. Elə bizim deməli doğru cavabımız B-dir. Daha sonra isə deməli D-də hər şey doğrudur. Çünki glassın 2 mənası var. Biri deməli yəni şüşə mənasındadır, biri stəkandır. Burada isə stəkan mənasında işlənib. C-də deməli work-un 2 mənası var. Biri bildim ki, əsər mənasındadır. Digəri isə işdir. Burada isə əsər mənasında işlənib. Time həm dəfə mənası var, həm də ki, vaxt mənası. Burada da dəfə mənasında işlənib. A little-da isə deməli little burada sifət kimi yenə çıxış edir. 44-də isə baxırıq ki, burada work sözü, baxaq deməli burada housework sayılmayandır, amma burada menüdən işlənib. Buna görə uyğun deyil. Bizə də səhv istədiyi üçün yeni götürürük. Adı deməli yenə glasses sözü burada 2 mənası var. Biri şüşədir, biri stəkandır. Burada stəkan mənasında işləndiyi üçün sayıla bilir. Belə isə deməli burada work sözüdür. Görür ki, burada nədir? Work deməli 2 mənası var. Yəni əsər, işdir. Burada isə iş mənasında yəni işlənib. Dedi deməli burada nədir? Times'dır. Dəfələr mənasındadır. Ona görə cəmləndirə bilirik. Hissədə isə deməli little burada nədir? Deməli sifət mənasında işlənib. Daha sonra isə 45-ə baxırıq. Görürük ki, information sözü nədir? Sayılmayandır. Ona görə 2-ni götürə bildik. 4-də özündən sonra sayılan gəlməlidir. Biri də həmçinin 3-ü götürürük. Bir də ki 5 dolar. 2, 3, 5 deməli C bizim doğru cavabımızdır. 46-da isə baxaq. Burada görürük ki, ismimiz sayılmayandır. Deməli 5-i atırıq, 1-i atırıq. 4-də isə a lot of olmalıydı. Çünki a lot feildən işlənir, a lot of isimdən. 2, 3 deməli A variantı bizim doğru cavabımızdır. 47-də isə baxırıq ki, burada F-dən sonra ismimiz cəmləməlidir. 1 çıxır, 2-də hər şey qaydasındadır, 3-də hər şey qaydasındadır. 4-də isə ismimiz cəmlənməlidir. 2, 3 C variantı qalır. 48-də deməli 1-də hər şey qaydasındadır, 2-də deməli ismimiz cəmlənməlidir. 4-də hər şey qaydasındadır, 3-də yenə F-dən sonra isim cəmlənməlidir. Burada nə olmalı? Leaves olmalıydı. Burada da 1, 4 deməli C bizim doğru cavabımızdır. 49-da isə baxırıq ki, burada ismimiz cəmdədir. Burada bir A-nı C-ni saxlayırıq. Burada maçdan sonra sayılmayan isim gəlir. A lot of şəklində olmalıdır. Bu da gedir. A, C, D qalır. Burada isə only'dan sonra some, a little və a few işlənir. Burada isə görürük ki, yenə few olmaz və burada bizdə əvvəlcə nədən bəhs edilirdi? Documents ismimiz cəmdədir.
Burada da a little işlədə bilmərik, çünki biz burada sayılan bir isimdən danışırıq. Ona görə cavabımız C olur. 50-də isə deməli burada görürük ki, ismimiz nədir? Sayılmayandır. Burada 1-i götürərik, 3-ü götürərik. 4-dən sonra deməli 2-dən sonra sayılan cəm gəlməlidir. 2-ni atırıq. Deməli burada a lot of olmalıydı. Çünki a lot deməli feildən işlənir. Bu da gedir. Qalır nə? Bir də 5. Ona görə cavabımız 1, 3, 5 D variantı olur. Daha sonra isə 51-ci sualda görürük ki, bizim ismimiz sayılmayanda ona görə biz 1-i götürə bilərik. 2 və 5-dən sonra sayılan cəm gəlməlidir. A lot of olmalıdır, çünki a lot feildən işlənir və burada nə qalır? 1, 3, deməli Y bizim doğru cavabımızdır. Daha sonra isə baxaq 52-yə. Burada görürük ki, ismimiz nədir? Cəmdədir. Burada deməli much, a lot, a little gedir və onlydən sonra isə biz FQ-nu istifadə etməliyik. Daha sonra isə 53-ə baxaq. Burada görürük ki, ismimiz sayılmayandır. Bir də hər şey qaydasındadır. 3-də də həmçinin, 5-də də. Amma 2-dən sonra sayılan cəm gəlməlidir və burada sadəcə a lot of olmalıydı. 1, 3, 5 deməli A variantı bizim doğru cavabımızdır. 54-də deməli ismimiz sayılmayandır. Burada görürük ki, bir də hər şey qaydasındadır. 3-də və 5-də də FU-dan sonra deməli sayılan cəm gəlməlidir və burada sadəcə a lot of işləməlidir. 1, 3, 5 deməli A bizim doğru cavabımızdır. 55-i görürük ki, burada nədir? Deməli biz burada tərcüməyə baxmalıyıq. Deyir ki, yesterday Jane hardly ate anything at all means she ate. Tərcüməsi budur ki, dünən Jane çətinliklə deyir ki, nəsə yedi. Bunun mənası odur ki, o çox az yedi. Deməli biz burada nəyi seçməliyik? Az olan. O da bizim cavabımız nə olur? Very little. Daha sonra isə 55-ə də eyni şəkildədir. Daha doğrusu 56-da. Deyir ki, Sally hardly earns anything at all. Deyir ki, Sally çətinliklə deyir, nəsə qazanır. Mənası odur ki, o çox az qazanır. Very little. C variantı bizim doğru cavabımızdır. 57-də isə baxaq. Görürük ki, burada ismimiz cəmlənməlidir. Bu çıxır. Burada saksda həmçinin cəmlənməlidir. 3-də deməli uyğundur. 4-də də həmçinin eyni qaydada. 5-də də yəni doğrudur. Deməli 3, 4, 5 Y variantı bizim doğru cavabımızdır. 58-də görürük ki, burada ismimiz cəmlənməlidir. 1 çıxır. 2-də hər şey deməli qaydasındadır. Daha sonra isə deməli 3-də ismimiz cəmlənməlidir. Gedir. Yəni burada sak nədir? Çuval mənasındadır. Yəni un çuvalı. Deməli 3 gedir. Burada 4-də hər şey qaydasındadır. 5-i də həmçinin. Deməli 2, 4, 5. C variantı bizim doğru cavabımızdır. 59-da görürük ki, ismimiz cəmdədir. 2 doğrudur, 1 də doğrudur. 3-dən sonra sayılmayan gəlməlidir və burada a lot of olmalıydı. 1, 2, deməli D variantı bizim doğru cavabımızdır. 60-da isə baxırıq ki, burada ismimiz cəmdədir. Deməli 1 doğrudur, 2 də doğrudur. 3-dən sonra sayılmayan isim gəlməlidir. 4-də isə a lot of olmalıdır. Deməli 1, 2, Y variantı bizim doğru cavabımızdır. 61-də isə baxırıq ki, ismimiz cəmdədir. 1 olar, 3 olar, 5 də olar. Amma 2 və 4-dən sonra bizdə sayılmayan isim gəlməlidir. Ona görə 61-də deməli 1, 3, 5 Y doğru cavabdır. 62-də isə baxırıq ki, burada ismimiz cəmdədir. Deməli 1-də hər şey qaydasındadır. 3 və 5-də Y doğru cavabımız olur. 2-də deməli və 4-dən sonra isə sayılmayan isim gəlməlidir. Bunlar gedir. Daha sonra isə 63-ə baxaq. Görürük ki, burada nə işlənib? İkinci tərəfdə sifətimiz var. Biz burada ən artiklini atırıq. Çünki ən artiklı burada isimlə işlənməlidir. İsmimiz isə yoxdur. Saçdan sonra da isim gəlməlidir. Bu da işlənməyib. Burada deməli inafdan necə işlənir? Burada isim plus deməli nə olmalıdır? Daha doğrusu burada deməli inaf üstə gəlsin isim olur. Və sifətdən isə sifət plus deməli nə olur? İnaf. Amma burada görürük ki, nədir? Sifətimiz ikinci gəlib. Amma inafdan olanda əvvəldə gəlməli. Deməli, biz inafı götürmürük. Məsələn, burada necə olar da? Excited inaf şəklində olar. Amma burada bizdə deməli sifət ikincidə verilir. Burada quiet nədir? Deməli, bu sifətdir, bu gedir və quiet isə olduqca deməkdir. Yəni, burada əgər çöldədirsə deməli olduqcadır və içəridədirsə deməli sifətdir. Burada yerdə nə qalır? Deməli, D variantı bizim doğru cavabımızdır. 64-də isə yenə görürük, burada
Enough'da necədir? Burada deməli sifət plus enough işlənməlidir. Məsələn deyirəm ki, big enough bu şəkildə. Yəni burada deməli sifət əvvəldə gəlməlidir. Burada sifət ikinci tərəfdə verib. Deməli yeni götürmürük. Və burada deməli bizdə quiet var, bir də quiet var. Burada əgər ki e içəridədirsə, deməli bu sifətdir. Biz də iki dənə sifəti belə yanaşı işlətmirik. Amma A variantında isə burada quiet nədir? Quiet olduqca deməkdir. Yəni biz burada istifadə edə bilərik. Məsələn, quiet, big, olduqca böyük. Adı hər şey qaydasındadır. Dedə deməli e artikel olmuş. Çünki e artikelin olması üçün bizə isim lazımdır, amma cümlədə isim verilməyib. Belə də həmçinin saçdan sonra isim gəlməlidir. Burada isə isim yoxdur. Bu da gedir. Daha sonra isə deməli 65-ə baxaq. Deməli 1-də hər şey qaydasındadır. 2-də deməli maçdan sonra sayılmayan gəlməlidir. 2 gedir. 3-də də hər şey qaydasındadır. 4-də isə F-dən sonra deməli sayılan cəm gəlməli idi. Bu da gedir və həmçinin nə qalır? 5. Ona görə də bizim doğru cavabımız 1, 3, 5. Deməli A variantı olur. 66-da isə difficulty sözü nədir? Cəmdə. Deməli, a little atırıq, much və little də gedir. Qalır burada so few və so many sözləri və burada indi deməli baxmalıyıq nəyə? Tərcüməsinə. Deyir ki, the snowstorm caused difficulties that the flight was cancelled for 2 days. Burada deməli nə olmalıdır? İkinci səhvdə deyir ki, əvvəlcə də baxsaq ki, yəni burada iki ehtimalımız var. Ya bu qar deməli tufanı ya çox az problemə səbəb olub, ya da ki, çox problemə. Deməli, ikinci səhvdə isə deyir ki, uçuş 2 günlüyə ləğv olundu. Deməli, ləğv olunubsa böyük bir problem varmış. Ona görə nə olur? So many. C variantı. 67-də isə burada görürük ki, ismimiz sayılmayandır. Ona görə biz burada F-yünü və many-ni atırıq. Burada isə B, Y və D variantları qalır. Burada baxaq görək nədir? The forecasters predict snowfall that schools were delayed in the state. Buradakı hava proqnozuna yenə baxan insanlar deyir ki, qar deməli yəni uçqunu gördülər. Yəni deməli burada nədir? İkinci tərəfdə isə deyir ki, məktəblər deyir ki, bağlandı, yəni deyək ki, bir neçə günlüyünə deyir ki, uzadıldı. Yəni burada nədən söhbət gedir? Deməli burada əgər ki, yəni bu qar uçqunu və yaxud da ki, yəni qardan bağlı hər hansı bir yəni problem nədir? Deməli bu böyük bir şeydir ki, yəni burada məktəbləri ilə bağlayırlar və yaxud da ki, ertələyirlər. Ona görə nə olur? Bizdə deməli D variantı doğru cavabımız olur. Daha sonra isə baxaq 68-ə. Görürük ki, burada sold sözü nədir? Sayılmayandır. Ona görə biz 3-ü atırıq, daha sonra 2-ni atırıq. Çünki bunlardan sonra deməli sayılan isim gəlməlidir. Ona görə bizə nə qalır? 1, 4, 5 deməli Y variantı olur. 69-da isə baxırıq ki, burada else-dan sonra isim gəlməz gedir. Sən ona görə atırıq. Fi-dən sonra sayılan cəm gəlməlidir. Dedə də eyni qayda ilə. Ona görə Y variantı doğru cavabımızdır. 70-də isə baxırıq ki, a little-dan sonra sayılmayan gəlməlidir. A gedir. Burada a lot of olmalıdır. Həmçinin only-dən işləməz. Bu da gedir. Burada only F olmalıdır. Dedi hər şey qaydasındadır. Burada isə a little olmalıdır. Ümumiyyətcə, only-dan sonra nələr işlənir? A little, deməli, a little, a few, bir də ki, deməli, some işlənə bilər. Qalanları isə səhv olur. 71-ə baxaq. Deməli, 71-də maçdan sonra biz sayılmayan isim işlətməliyik. Burada 1 gedir. 2-də hər şey deməli qaydasındadır. 3-də də hər şey qaydasındadır. Deməli 4-də də. 5-də isə severaldan sonra nə işlənməlidir? Sayılan cəm olmalıdır. 2, 3, 4. A variantı bizim doğru cavabımızdır. 72-yə baxırıq. Görürük ki, burada bir də hər şey deməli qaydasındadır. 2-də də, daha sonra deməli 3-də də. 4-də isə burada maçdan sonra sayılmayan isim gəlməlidir, bu gedir. 5-də də həmçinin burada severaldan sonra sayılan isim gəlməlidir. Burada nə olur? 1, 2, 3, Y variantı. 73-ə baxırıq. Burada görürük ki, ismimiz nədir? Cəmdə işlənib. Deməli, 1-də hər şey qaydasındadır. Burada a lot of olmalıydı. 3-də hər şey qaydasındadır. Daha sonra isə deməli 4-də maçdan sonra sayılmayan gəlməlidir. 5-də isə burada an article işlədib, amma ismimiz cəmdədir. An isə təkliyin göstəricisidir. Deməli cavabımız B olur. Daha sonra isə deməli baxaq 74-də.
Burada görürük ki, ismimiz cəmdədir. Bir olar, daha sonra deməli 2-ni də həmçinin işə edə bilərik. 3-də isə only if olmalıdır. Everydən sonra sayılan tək gəlməlidir. Bir də 5 hər şey qaydasındadır. 1, 2, 5 deməli C doğru cavabımız olur. 75-də isə görürük ki, ismimiz sayılmayandır. Burada many'dən sonra, few'dən sonra sayılan cəm gəlməlidir. 2, 3 deməli 75-də Y doğru cavabımızdır. 76-da isə baxırıq ki, burada facts ismimiz cəmdədir. A few və some doğrudur. Maşın sonra sayılmayan gəlməlidir və bu a lot of olmalıdır. 1, 2 D deməli bizim doğru cavabımızdır. 77 yenə ismimiz cəmdədir. Burada maşdan, little'dan sonra sayılmayan gəlir və burada a lot of olmalıdır. Ona görə qalır nə? A variantı. 78-də görürük ki, ismimiz nədir? Cəmdədir. Və ismimiz cəmdədirsə a little, much, little bunlar gedir. Sayılmayan gəlməlidir onlardan sonra və a lot of olmalıdır. Burada isə qalır nə? Deməli, Y variantı. 79-a baxırıq. Burada görürük ki, ismimiz cəmdədir. A little'dan, muchdan, little'dan sonra sayılmayan gəlir. A lot of olmalıydı. Ona görə doğru cavabımız B variantıdır. 80-ə baxırıq. Burada görürük ki, ismimiz nədir? Cəmdədir. İsmimiz cəmdədirsə a little, much, little gedir. Bunlardan sonra sayılmayan gəlir və bu a lot of olmalıydı və doğru cavabımız B variantıdır. 81-də görürük ki, burada few doğrudur. Daha sonra a few də həmçinin much və a little'dan sonra sayılmayan gəlməlidir. Burada isə ismimiz nədir? Cəmdədir. 1, 3 deməli B doğru cavabımızdır. Daha sonra isə 82-yə baxaq. Görürük ki, ismimiz cəmdədir. 1 və 3 doğrudur. 2-dən və 4-dən sonra isə nə gəlir? Sayılmayan gəlir. Ona görə 1, 3 deməli Y bizim doğru cavabımızdır. 83-də görürük ki, ismimiz nədir? Cəmdədir. Burada little atırıq. Much, a little gedir. Bunlardan sonra sayılmayan gəlir və bu nə olmalıdır? A lot of olmalıdır. Çünki a lot feillə işlənir. A lot of isə isimlə işlənir. Burada doğru cavabımız D olur. Daha sonra isə 84-ə baxaq. Burada görürük ki, ismimiz nədir? Cəmdədir. İsmimiz deməli burada cəmdədirsə, burada much gedir, much da gedir. Deməli little da gedir. Bunlardan sonra sayılmayan gəlir. Burada isə a lot of olmalıydı. Burada da qalır nə? C variantı. Daha sonra isə 85-ə baxırıq. Görürük ki, ismimiz nədir? Burada cəmdə işlənib. İsmimiz cəmdə işlənibsə, burada görürük ki, nədir? Burada muchdan və little'dan sonra sayılmayan cəm gəlməlidir. Burada isə daha doğrusu sayılmayan isim gəlməlidir. Burada isə 3 və 4 qalır. Burada nə olur? D variantı. Daha sonra isə 86-ya baxırıq. Görürük ki, burada nədir? Workers sözü cəmdədir. 1 və 2 gedir. Bunlardan sonra sayılmayan isim gəlir. Yerdə isə nə qalır? 3 və 4 deməli Y variantı olur. Daha sonra isə 87-yə baxırıq. 87-də isə burada deməli 1-də əşya qaydasındadır, 3-də də qaydasındadır. Burada isə few'dan sonra isim cəmlənməli idi. Burada da few'dan sonra isim cəmlənməli idi. Yəni cəm isim gəlməlidir. Burada 1, 3 deməli C variantı qalır. 88-də isə 1-də hər şey qaydasındadır. 2-də deməli burada few'dan sonra isim cəmdə olmalıdır. 3-də hər şey qaydasındadır. 4-də isə few'dan sonra cəm isim gəlməlidir. 1, 3 deməli B variantı doğrudur. 89-da isə deməli 1-də hər şey qaydasındadır. 2-də də hər şey qaydasındadır. Deməli where'dən sonra E gəlməz. Daha sonra 4-də D yenisidir. 1, 2 deməli 89-da C bizim doğru cavabımızdır. 90-da isə 1-də yenə hər şey qaydasındadır. 2-də də həmçinin. 3-də isə where'dən sonra a few və yaxud da ki a little gəlmir. O da nə olur? 1, 2 deməli D variantı olur. 91-ə baxaq. 91-də deməli 1-də hər şey qaydasındadır, 2-də də qaydasındadır. 3-də isə burada only a few olmalıdır və bu only a little olmalıdır. 1, 2 deməli C bizim doğru cavabımız olur. 92-də isə görürük ki, 1-də hər şey qaydasındadır, 2-də də həmçinin. Burada isə only a few olmalıdır, only a little olmalıdır. Ona görə 1, 2 ise bizim doğru cavabımızdır. 93-ə baxaq. Görürük ki, ismimiz nədir? Cəmdə işlənib. Burada much olmaz, a little olmaz. Bunlardan sonra deməli sayılmayan gəlir. Burada isə baxırıq ki, deməli görürük ki, few və very few hər ikisi çox az deməkdir. Yəni bir növ ikisi bir-birinə bərabər olur. Ona görə bizim doğru cavabımız D variantı olur. Amma yenə tərcüməsindən baxaq hər ehtimala qarşı. Və burada deməli görürük, deyir my first day at work was not very good. Mənim işdə ilk günüm çox yaxşı değildi. I have made a lot of mistakes. Mən deyir ki, çoxlu səhv etmişdim. Deməli, işdə ilk günüm pis imiş ki, yəni o çoxlu deməli səhv edib.
Daha sonra isə baxaq 94-də. Görürük ki, burada nədir? Publishing houses work with young writers. Burada nədir? Publishing houses, yəni nəşriyyat evləri. Burada nəşriyyat evləri deyilsə ismimiz cəmdədir. Maşdan və LT-dan sonra sayılmayan gəlir. Burada isə yenə B və Y variantları hər ikisi çox az deməkdir. Yəni bir növ bir-birinə bərabər olur. Amma yenə də tərcüməsinə baxsaq deyir ki, a lot of publishing houses work with young writers. It's great, I think. Deyir ki, çoxlu nəşriyyat evləri gənc yazıçılarla işləyir. Çox yaxşıdır, mən düşünürəm. Burada isə deməli, o deyir ki, it is great, yəni çox yaxşıdır. Yəni deməli bu nədir? Bu fikirdən razılaşır və bəyənir. Amma əgər ki, çox az nəşriyyat evləri gənclərdən yəni işləsəydə bu fikri bəyənməzdi. Deməli ona görə biz nəyi seçirik? A variantını. 95-li isə baxırıq. Deməli burada görürük ki, ismimiz nədir? Sayılmayandır. Burada many, a few gedir və burada deməli a lot of deməli baxırıq ki, burada mənasına əsas diqqət etməliyik və yaxud da ki, no deməli a lot əslində saxlaya bilərik. Burada onun yəni çıxacağımız bir şey yoxdur əslində. Burada isə deyir ki, did you buy much milk? Deyir ki, sən deyir ki, çoxlu süd aldın. O isə deyir no. Deməli yoxdursa, yox deyirsə az alıb. Ona görə nə olur? Burada a little. No, just a little olmalıdır. Daha sonra isə 96-da baxırıq ki, burada they sözü işlənib. Burada little, a little gedir və a lot of olmalıdır. Burada çıxır. A və Y variantları qalır. Burada isə mənasına baxmalıyıq. Deyir, did you stay there long? Deyirsən, orada çox qaldın. O isə nə deyir? No deyir. Deməli, orada çox qalıbsanmı sualına yox deyirsə, nə olmalı? Burada az qalıb. Yəni, bir neçə gün, yəni bir qədər. O da nə olur? Deməli, Y variantı. 97-də isə baxırıq ki, burada GES işlənib, ismimiz cəmdədir. Burada a lot of olmalıdır, bu çıxır. Maçdan sonra sayılmayan gəlir, burada gedir. Qalır B, C, D variantları. İkinci tərəfdə isə baxırıq ki, burada a lot of və fidan sonra nə gəlməlidir? İsim işləməlidir. Burada isim işləməyib, qalır nə? D variantı. Həm də məna cəhətdən də yenə bu uyğundur. Deyir ki, many guests were invited to the party. Çoxlu gənclər, daha doğrusu çoxlu qonaqlar, deməli, partiyə dəvət olundu. Amma deyir ki, çox azı gəldi. O da nə olur? Deməli, D variantı. Daha sonra isə əslində burada a little olmaz. A little niyə olmur? Çünki burada a little guess sözünə işlənə bilməz. Çünki bizim ismimiz cəmdədir. Biz D-ni götürmür. Əslində burada C olmalıdır. Few came. Yəni ki, çox az gəldi. Ona görə nə olur? Burada deməli C variantı olur. Daha sonra isə deməli 98-ə baxaq. Burada baxırıq ki, ismimiz cəmdədir. Burada a lot və a lot səhvdir. Çünki bunlar a lot of olmalıdır. Gedir. A little-dan sonra sayılmayan gəlir. Qalır burada A və B variantları. Burada isə deməli görürük ki, orada nə işlənib? Bat işlənib və birinci səhvə deyir nə? Çoxlu insanlar, yəni A da, deməli, a lot of da mənə də uyğun gəlir. Amma ikinci tərəfdə isə burada biz deməli nə görürük? Deyir ki, mənasında I met a lot of people deyir. Mən deyir ki, orada çoxlu insanlardan qarşılaşdım. Deyir ki, but only a few of them were friendly to me. Amma onlar deyir ki, çox azı deyir ki, mənə deməli, necə deyim, səmimi idi. Burada isə həmçinin only var. Onlydan sonra nə işlənməlidir? A few işlənməlidir və yaxud da ki, a little, some bunlar. Ona görə biz deməli A-nı götürürük. 99-da isə görür ki, burada were işlənib. Were-dən sonra a few işlənməz, yəni a lot işlənməz. Deməli, digər variantlar qalır. Və görür ki, time sözü nədir? Sayılmayandır. Ona görə few və many gedir. Deməli, nə qalır? Burada D variantı. Daha sonra isə deməli 100-ə baxırıq. Görürük ki, ismimiz cəmdədir. 1 olar, 2 olar, 3-dən sonra deməli 3-dən və 6-dan sonra sayılmayan gəlir. A lot of olmalıdır. Bir də olur nə? 5. 1, 2, 5. Deməli Y variantı bizim doğru cavabımızdır. 101-ci sualda isə görürük ki, ismimiz cəmdədir. Ona görə burada biz a lot of-u atırıq. Burada çünki bu, daha doğrusu a lot atırıq. Bu a lot of olmalıydı. Maaşı da atırıq daha sonra. Və burada görürük ki, nə işin? Burada cümləmizdə deməli nə var? But var. Deyir ki, məsələn, baxsaq ki, deyir, suallar verildi. Amma deyir ki, cavablandırıldı. Deməli, burada nə ola bilər? Çox sual verildi və bunun deyir ki, az bir hissəsi cavablandırıldı. Ona görə biz beni götürə bilərik.
Burada nə olur? Many questions were asked, but few were answered. Və deməli doğru cavabımız olur. Baxaq görək A və S niyə yatırıq. Burada da baxırıq ki, yəni a little olmaz. Çünki biz burada question işlətmişik. S-də isə burada deməli nə deyir? Deyir ki, çoxu suallar verildi və daha doğrusu amma çoxu cavablandırdı. Amma burada amma deyir. Yəni burada bir deməli nə olmalıdır? Yəni ziddiyyət olmalıdır. Yəni ikisi də yəni çox-çox, yəni məna cəhətdən uyğun gəlmir. Daha sonra isə baxaq 102-yə. Burada görürük ki, ismimiz nədir? Cəmdədir. Biz deməli burada a lot of olmalı idi. Yəni bunun of-u çatışmır. Maçdan sonra isə sayılmayan deməli isim gəlir. Ona görə biz bunu götürmürük. Və burada isə yəni deməli biz nəyə baxırıq? Görürük ki, but işlənib. Tərcüməsinə baxsaq deyək ki, məsələn, çoxlu namizədlər gəldi. Amma deyək ki, çoxsu yox, azı deməli təcrübə məsələn əldə etdi və yaxud da ki, yəni təcrübələndi. Ona görə nə olur? S variantı. Amma adda isə yəni nə deyir? İkisi də çoxdur. Yəni deyək ki, çoxlu namizədlər gəldi, amma çoxsu təcrübələndi. Burada uyğun gəlmir. Amma varsa burada ziddiyyət olmalıdır. B-də isə uyğun gəlmir. Çünki burada candidate cəmdədir, amma a little salmon-dən işlənir. Bu çıxır. Daha sonra isə baxaq 103-ə. Burada görürük ki, ismimiz nədir? Sayılmayandır. Burada a lot of olmalıdır. Bu çıxır. Many-dən və few-dən sonra deməli sayılan gəlməlidir. C və D variantları qalır. Burada isə rain sayılmayandır deyə biz few-nu işə edə bilmərik. Qalır burada nə? Deməli D variantı. 104-də isə baxırıq ki, ismimiz cəmdədir. Burada a lot of olmalıdır. Bu çıxır. Burada deməli maçdan sonra sayılmayan gedir. Bu da gedir. Daha sonra isə money burada sayılmayandır. Ona görə biz deməli burada a lot of olmalıdır. Bunu da atırıq. Burada isə nə qalır? Deməli D və Y variantları olur. Və biz burada deməli few-nu daha çox deməli təsdiq cümlələrdə işlədirik və mənasına isə baxsaq deyir ki, we couldn't buy many things for decoration because we had a little money. Deyir ki, biz çoxlu deyirik ki, dekorasiya üçün nələr sala bilmədik, çünki bizim az pulumuz vardı. Görürük ki, burada nə var? Hər tərəfində little var. Deməli, biz əvvəlki hissəsinə baxmalıyıq. Yəni, deyir ki, biz deyir çox nə sala bilmədik. Yəni, ikinci səhifə nə deyir? Pulumuz deyir ki, az idi. Ona görə burada deməli nə olur? D variantı olur. Çünki many həm təsdiq, həm inkar, həm sual bütün cümlə tiplərində işlənir. Amma few-də isə bu tam deməli belə deyil. Daha sonra isə baxırıq ki, burada nəyə? 105-ə. 105-ə görürük ki, ismimiz cəmdədir. Burada deməli much, little gelir. Bu isə a lot of olmalıdır. Qalır nə? C variantı. 6-da isə görürük ki, ismimiz nədir? Sayılmayandır. Ona görə many, few bunlar gedir. Və burada isə a lot of olmalıdır. Burada nə qalır? C və Y variantı deyir ki, eating too much sugar is bad for your teeth. Çoxlu şəkər yemək sənin dişlərin üçün pisdir. Olur nə? Y variantı. 7-də isə baxırıq ki, ismimiz cəmdədir. Deməli, a little gedir. Burada isə nə olur? Many və demək ki, enough məna cəhətdən bir-birinə yaxındır. Yəni, biri çoxdur, biri kifayət qədərdir. Few isə çox azdır. Deməli, burada C və Y bir-birinə bərabər olacaq. Amma burada D qalır. Mənasına isə baxsaq deyir ki, I'm so pleased that I have few arguments with my family. Mən çox məmnunam ki, mənim ailəmdə çox az mübahisələrim yəni olur. Olur nə? Deməli, D variantı. 108-də isə many-dən sonra deməli sayılan cəm olmalıdır, gedir. Burada ismimiz cəmlənməlidir, çıxır. İsmimiz cəmlənməlidir, gedir. D olur. Burada isə a lot of olmalıdır. Qalır nə? Deməli, D variantı. 109-da isə görürük ki, bura nədir? Deməli, sayılmayan isimdir. Ona görə many-ni atırıq. İkinci tərəfdə isə deməli, burada biz nədən danışırıq? Sayılmayan isimdən. Ona görə many-ni atırıq. Few gedir. Qalır nə? A variantı. 110-da isə deməli görürük ki, burada water-da sayılmayandır. Deməli, many gedir. Burada a lot of olmalıdır. Burada çıxır. Burada isə very var. Verydən sonra isə a little, a few gəlmir. Burada da qalır nə? Deməli, B variantı. 11-də isə görürük ki, ismimiz nədir? Cəmdədir. Ona görə much gedir. Deməli, much da gedir. A lot of olmalıydı. Bu da çıxır. Qalır deməli nə? B və C variantı. Burada isə very şəm. Verydən sonra isə E-dən olmaz. Very few, very little, very many, much bunlar olur. Qalır burada nə? Deməli B variantı.
12-də isə deməli burada enough-dan cümlə quruşu, daha doğrusu söz ardıcılı necədir? Burada olur nə? Sifət plus enough. Məsələn deyirəm ki, big enough. Bunun ən yaxşı yolu nümunələrdən yadda deməli saxlamaqdır. Burada isə deməli necə olur? Enough plus isim. Məsələn deyirəm ki, enough money. Kifayət qədər pul. İndi isə baxaq burada. Görürük ki, experience enough sifət plus enough bir deməli doğrudur. 2 isə səhvdir. Çünki burada sifət deməli birinci hissədə gəlməlidir. 3-də hər şey qaydasındadır. Enough üstə gəlsin deməli nə olur? Burada isim 3 düzdür. 4-də isə baxırıq ki, burada first əvvəldə olmadı. First enough çünki sifət plus enough deyirik. 5-də isə qaydasındadır. Burada enough plus isimdir. 1, 3, 5 deməli D variantı bizim doğru cavabımızdır. 113-də isə baxırıq ki, yəni burada eyni qayda ilədir. Burada nə olmalıdır? Sifət üstə gəlsin enough və enough üstə gəlsin deməli isim olur. Məsələn, big enough, yəni sifət plus enough və enough money, yəni enough üstə gəlsin, burada nə olur? İsim. Baxaq, bir də şey qaydasında da sifət üstə gəlsin enough-dır. 2-də deməli burada perfect əvvəldə olmalıdır, bu çıxır. 3-də deməli burada enough plus isimdir, düzdür. 4-də isə interesting əvvəldə olmalıdır, interesting enough olmalıdır. 5-də isə doğrudur, enough plus isimdir. 1, 3, 5 deməli B bizim doğru cavabımızdır. 14-də isə baxaq burada. Deməli, birinci hissədən çox nəsə tapmaq mümkün deyil. Burada baxaq görək ki, information sayılmayanda else-dən sonra deməli isim gəlmir çıxır. Bunlar if-dən sonra sayılan cəm gəlməlidir. Bu da gedir. Və burada görək ki, pieces cəmdədir. Else-dən sonra yeni isim gəlmir. Yerdə qalır deməli nə? C variantı. 15-də isə deməli baxaq burada nə var? I'd like to read more of those articles. They interest me. Deməli burada nə olur? Interest deyir, məni maraqlandır. Burada a lot olmalıdır. Çünki a lot of isimlə işlənir. Many deməli feildən işlənmir, ancaq isimlə işlənir. Deməli birinci hissələri belə saxlayırıq və burada I'd like to read deməli more of those articles. Burada deyir ki, onlar məni, deməli biz burada nəyə baxmaq tərcüməsinə? Hər birinin ikinci hissəsinə deyir, çox deyir, maraqlandır. Deməli, çox maraqlandırırsa, bunlardan daha çox oxumaq istəyir. Few deməli nədir? Çox az deməkdir. Little də çox az deməkdir. Yerdə isə nə qalır? C variantı. 16-da isə baxırıq ki, yine burada görürük ki, ikinci səhvdə nə işləm? Feil işləm. Feil işləmsə biz main-i atırıq. Çünki main ancaq isimlə işlənir. Və burada da a lot olmalıdır. Çünki biz deməli a lot of-u isimlə işlədirik. Burada isə deməli Y variantı gedir. Daha sonra isə görürük ki, B, C, D-nin hər birinin ikinci səhvi nədir? Çoxdur. Deyir ki, mən onları çox bəyəndim. Deməli, çox bəyənibsə, bunu deməli şin nə demək ki, daha çox sahib olmaq istəyir. Orada nə olur? A few. Çünki burada little və few çox az deməkdir. Yerdə isə qalır nə? D variantı. Çünki ikinci səhvdə nə deyir? Çox bəyəndiyini deyir. Ona görə də bu məsələn şinlərdən, şinayətlərdən daha çox sahib olmaq istəyir. Daha sonra isə 17-yə baxaq. Burada some more tea, more cups olmalıydı. Deməli, daha sonra other cups olmalıydı. Another deməli düzdür. 1, 4 və burada da 5 düzdür. Ona görə nə qalır? A variantı olur. Çünki more'dan sonra sayılan əgər ki isim işlənibsə, onu cəmləndirməliyik. Other'dan sonra da yəni demək ki, çox vaxt cəmlənir. Orada nə olur? 1, 4, 5 A variantı. Daha sonra 218-də 1 doğrudur, 2 də düzdür. Main'dən sonra sayılan cəm gəlməlidir. Burada da serverdan sonra isim cəmlənməlidir. Burada da həmçinin cəmlənməlidir. 1, 2 deməli nə qalır? A variantı. 19-da isə 1 doğrudur. Main'dən sonra isim cəmlənməlidir, çıxır. 3-də deməli doğrudur. 4-də isə fiildən sonra sayılan cəm gəlməlidir. 5-ə deməli qaydasında da 1, 3, 5 deməli B variantı doğrudur. Burada isə ilk əvvəl ağlınıza gələ bilər ki, work sözü bəs sayılmayandır. Əslində work'un 2 mənası var. Həm sayılandır, həm sayılmayandır. Əgər ki iş mənasındırsa sayılmır, amma əsər mənasında isə deməli bu sayıla bilir. 20-də isə deməli baxırıq ki, ismimiz cəmdədir. Deməli much gedir. Bundan sonra sayılmayan gəlir. A lot of olmalıydı. Bu da gedir. Daha sonra isə burada deməli nə işlənib? But işlənib. Deyir ki, çoxlu, məsələn, mənasına baxsaq, deyir ki, çoxlu suallar qaldırıldı. Və burada nə işlənib? But işlənib. Amma deməli burada ziddiyyət olmalıdır.
Onda nə olur? But few were discussed. Yəni ki, çox azı müzakirə olundu. Deməli nə olur burada B? Amma da isə hər ikisi çoxdur. Onda isə burada nə olur? But-in təsdiqləmir. A little isə burada deməli niyə olmur? Çünki burada suallardan biz deməli danışırıq. Amma burada nədir? Sayılan cəmdir. Amma a little isə sayılmayanlardan işlənir. Daha sonra isə 21-də görürük ki, ismimiz cəmdədir. Maç gedir. Ondan sonra sayılmayan gəlir. A lot of olmadı. Bu da çıxır. Burada isə yəni deməli nə var? But işlənib. Deməli, but işləmsi mənasına baxaq. Burada ziddiyyət təşkil etməli. Deyir ki, çoxlu təkliflər edildi. Yəni, many suggestions were made, but few were accepted. Yəni deyir ki, çoxlu təkliflər edildi, amma çox azı qəbul edildi. Burada nə olur? A variantı. Və də hər ikisi deyir ki, çoxlu təkliflər edildi, amma çoxu qəbul edildi. Burada əgər ki, a lot of işlənibsə, niyə amma olsun? Yəni burada nə olmalı? Ziddiyyət olmalıdır. A little-da niyə olmur? Dedə. Çünki burada suggestions ismimiz nədir? Sayılandır. A little isə sayılmayandan işlənir. Daha sonra isə baxaq, deməli 22. Burada görürük ki, ismimiz sayılmayanda, deməli orada biz 1-i götürməliyik. Daha sonra 3-ü götürə bilərik. Elə 1, 3, deməli C variantı bizim doğru cavabımız olur. Çünki many-dən, a few-dan və only a few-dan sonra sayılan cəm gəlir. 23-ə görürük ki, ismimiz yenə sayılmayandır. Deməli biz 1-i götürürük, 3-ü götürürük. Qalan 2, 4, 5-dən sonra isə sayılan cəm gəlir. Ona görə 1, 3 deməsi bizim doğru cavabımızdır. Çünki plenty of həm sayılan cəmlə, həm də ki sayılmayandan işlənir. 24-də isə görürük ki, ismimiz cəmdədir. Burada little gedir. Daha sonra only a few olmalıdır. Maçdan sonra sayılmayan gəlir. Və bu a lot of olmalıdır. Çünki a lot feildən işlənir. Qalır nə? B variantı. 25-də görürük ki, ismimiz nədir? Cəmdədir. İsim cəmdədirsə, deməli, burada baxırıq ki, hələ ki, heç birini ata bilmirik. Amma burada görürük ki, nə var? So var. Yenə. Burada əsas deməli nəyə baxmalıyıq? Deməli tərcüməsinə baxmalıyıq. 25-də deyir ki, məsələn, there are mistakes in a program. Deyir ki, proqramda məsələn deyir ki, çoxlu səhvlər var. I'm surprised there are so many. Yəni deyir ki, proqramda çoxlu səhvlər var. Mən təəccüblüyəm ki, niyə onlar yəni çoxdur? O da olur burada nə? B variantı uyğun gəlir. Yəni deməli çoxdursa, o da nə olur? Niyə çox olduğundan, yəni B deyim ki, təəccüblənir. Adı isə uyğun gəlmir. Yəni deyir ki, there are a lot of mistakes in a program. Proqramda çoxlu səhvlər var. Mən təəccüblüyəm ki, onlar niyə azdır? Yəni burada uyğun gəlmir. Yəni ki, bir tərəf digər tərəfi təsdiqləməlidir. Deməli, C-də isə baxırıq ki, there are few mistakes in a program. Deyir ki, proqramda deyir ki, çox az deməli səhvlər var. Mən təəccüblüyəm ki, onlar niyə çoxdur? Bu qayda ilə yenə tərcüməsi üst-üstə düşmür. Daha sonra isə baxaq 26-ya. Burada isə görürük ki, ismimiz cəmdədir. Deməli, a little atırıq. Çünki bundan sonra sayılmayan gəlir və burada a lot of olmalıdır. Bu da gedir. Burada isə nəyə baxırıq? Biz deməli tərcüməsinə baxmalıyıq. Deyir ki, I know this man. Mən deyir ki, bu adamı tanıyıram. I have seen him a few times before. Mən deyir ki, onu bir neçə dəfə görmüşəm. Burada isə few uyğun gəlmir. Bu çox az deməkdir. Yəni, amma deyir ki, onu bir neçə dəfə görüb. Yəni, burada nə olur? A few olmalıdır. Few-daki, yəni burada müqayisə işlətməyin bir mənası yəni yoxdur. 27-də isə baxırıq. Burada görürük ki, ismimiz nədir? Deməli, sayılmayanda. Ona görə a few-nu many-ni atırıq. Oradan sonra sayılan cəm gəlməlidir. Burada a lot of olmalıdır. Çünki a lot deməli feildən işlənir. Burada isə nə deyir? Bizə deyir ki, fortunately, deyir, xoşbəxtlikdən I have still got a little money. Deyir ki, mənim biraz pulum qalmışdı. Amma cümlənin əvvəlində unfortunately desəydi, yəni bədbəxtlikdən, onda little işlədə bilərdik. Yəni deyərdik ki, mənim çox az pulum qalıb. Onda nə olur? Burada bizim cavabımız deməli C variantı olur. 28-də isə burada rain işlənib. Deməli a few, many gedir. Çünki bunlardan sonra sayılan cəm gəlməlidir. Burada only a little olmalıdır. İkinci tərəfdə isə deməli baxırıq ki, bizim ismimiz sayılmayandır. Ona görə biz many işlədə bilmərik. Burada qalır nə? Deməli B variantı. 29-da baxırıq ki, ismimiz nədir? Sayılandır. Sayılandırsa biz burada maça a little atırıq. Və burada deməli hardasa
baxırıq ki, a few biraz deməkdir, yəni bir neçə. Many də çoxdur. İkisi də bir müsbət mənadadır, amma very few mənfi mənadadır. Yəni burada Adam bəy bir-birinə məna cəhətdən yaxın olduğu üçün D variantı bizim doğru cavabımız olur. Amma yenə mənasını yoxlayaq ki, görək doğrudurmu? These new devices are fine. Deyək ki, bu yeni cihazlar yaxşıdır. We have had very few problems with them. Deyək ki, bizim onlardan çox az problemimiz var. O da nə olur? D variantı. 30'da burada görür ki, sold sayılmayandır. Deməli, burada a lot of olmalıdır. Bu çıxır. Daha sonra isə deməli, digərləri qalır. İkinci tərəfdə isə only işlənib. Only işlənibsə, deməli, biz F-ün işlədə bilmərik. Çünki F-ü cəm tələb edir və ondan sonra main olma bu da gedir. Qalır A və Y variantı. İkinci tərəfdə isə burada nədir? But işlənib. Deyir ki, amma mən biraz əlavə etdim. Yəni A qalır, bir də Y qalır. Deyir ki, amma mən az əlavə etdim. Deməli, burada az deyilsə, birinci səhvə nə olmalıdır? Çox olmalıdır. Deyir ki, my sister puts a lot of salt in the meals. Mənim deyir ki, bacım çoxlu duz əlavə edir yeməklərə, amma mən deyir ki, az əlavə edirəm. Onda nə olur? Burada Y variantı qalır. 31-də deməli, burada nədir? Members ismimiz cəmdədir. Little, deməli, burada nə olur? Özünə sonra sayılmayan tələb edir. Burada isə deməli very işləmsə a lot of gedir, a few gedir. Çünki very many, very much, very little, very few bunlar işlənir. Deməli A və B variantları qalır və burada isə deməli mənasına baxsaq deyir ki, bizim çox az üzvümüz var. Yəni bizim deyir ki, daha çox yeni üzvlərə ehtiyacımız var. A doğru olur. Deməli, B-də isə deyir ki, bizim deyir ki, çoxlu üzvümüz var. Çoxlu üzvlər varsa, deməli, onların artıq yeni üzvə ehtiyac yoxdur. Amma orada isə deyir ki, bizim bir neçə üzvə ehtiyacımız var. Bunun da mənası uyğun gəlmir. 32-də baxsaq ki, care sayılmayandır. Ona görə menini, F-unu atırıq. Burada isə a lot da gedir. Çünki a lot nədir? Feildən işlənir. A lot of olmalıdır. A və Y variantları qalır və burada isə sunlight sayılmayan olduğu üçün biz menini atırıq. Yerdə qalır nə? Y variantı. 33-də görür ki, ismimiz nədir? Sayılandır. Deməli, biz burada maçı atırıq. Daha sonra digərləri qalır. Görür ki, support sayılmayandır. Burada baxırıq ki, F-ünü atırıq, very few-ünü atırıq. Bunlardan sonra deməli sayılan cəm gəlməlidir. Bu da deməli a lot of olmalıdır. Və burada nə qalır? Deməli A variantı olur. Daha sonra isə 34-də baxırıq. Burada deməli bizdə quiet nədir? Quiet bizdə olduqca deməkdir. Bu bizdə zərf kimi işlənir. Yəni zərf sifətin qarşısında işlənə bilər. Bu normaldır. Amma quiet içdə olduqda isə bu nədir? Sifətdir. Deməli, birdə hər şey qaydasında doğrudur. 2-də deməli hər şey qaydasında doğrudur. Burada görürük ki, nədir? E artiklı var və burada isə nədir? S-dir. Yəni isim cəmlənirsə, deməli biz E artiklını atırıq. Və 4-də isə görürük ki, burada nədir? Street sayılan isimdir. Bu artikeldən deməli işlənməlidir. Bu gedir. Burada isə görürük ki, ismimiz cəmdədir. Amma burada artikel işlənib bu səhvdə. Ona görə 1, 2, deməli C variantı doğru cavabımızdır. 35-də görürük ki, ismimiz cəmdədir. Deməli, biz burada little atırıq, a little atırıq. Burada nə qalır? Deməli, a lot of olmalıdır. Çünki a lot feildən işlənir. Burada isə A və Y variantları qalır. Burada baxsaq ki, nə deyir? There are job opportunities here because the town is small. Deyir ki, qəsəbə şəhər balacadır. Demək, bu qəsəbə balacadırsa, bunun iş imkanları da çox az olur. Ona görə nə olur? Bizim cavabımız A variantı. 36-ya baxsaq, görür ki, ismimiz cəmdədir. Deməli, 1 doğrudur, 3 doğrudur, 5 doğrudur. Qalanlarından sonra isə biz, deməli, nə işlədirik? Sayılmayan isim. Ona görə 1, 3, 5 bizim doğru cavabımızdır. 37-də isə görür ki, ismimiz nədir? Sayılmayandır. Deməli, burada baxırıq ki, 1, 3 və 5 olur. Çünki 2-dən sonra sayılan cəm isim gəlməlidir. Burada isə bu a lot of olmalıdır. 1, 3, 5 deməli bizim doğru cavabımızdır. 38-də isə görürük ki, time nədir? Sayılmayandır. Burada 1 olar, 3 olar, 5 olar. Menüdən sonra sayılan cəm gəlməlidir və bu a lot of olmalıdır. Ona görə 1, 3, 5 bizim doğru cavabımızdır. 39-da isə görürük ki, ismimiz cəmdədir. Burada deməli bizdə 1, 3, daha sonra 5 uyğun gəlir. Burada a lot of olmalıdır. Maçdan sonra isə deməli baxırıq ki, burada nə işlənib?
maçdan sonra sayılmayan isim gəlməlidir. Burada da deməli bizə nə var? İnkarlıq var. İnkarlıq olduğu üçün biz 1-i atırıq, qalır nə? 3 və 5. Və burada mənasına baxsaq deyir ki, kifayət qədər və yaxud ki, çoxlu iştirakçı yoxdur. Ona görə də deyir ki, trip səyahət deyir ki, ləğv olundu. Burada 1 olsaydı məna cəhətdən də uyğun gəlməzdi. Deyir ki, çox az, deməli məna cəhətdən heç yəni tərcümə də düzgün gəlmir. Deyir ki, çox az iştirakçı yoxdur. Deməli burada yəni uyğun gəlmir. Yəni nə deyirik ki, çox iştirakçı yoxdur, amma çox az yoxdur deyirik ki, elə ki few burada onsuz da mənfidədir. Not da işləndikdə yəni bir növ məna cəhətdən 2 inkar olur. Yəni tam few onsuz da inkar deyil, amma mənfidədir. Yəni mənfi mənanı verir. Ona görə də onu istifadə etdikdə məna cəhətdən uyğun gəlmir və tərcümə də yəni düzgün çıxmır. Və baxaq deməli sonuncuya 140-a. 1-də deməli hər şey qaydasındadır. 2-də deməli a little-dan sonra sayılmayan gəlməlidir, gedir. 3-də hər şey qaydasındadır. 4-də də qaydasındadır. 5-də isə ismimiz cəmlənməlidir. Qalır nə? 1, 3, 4. Bu qədər.